Bu videoya baxın. Beautiful sistership that continues to grow and grow even through this press tour. Something's bothering her. She's gonna fix something. I know. She's getting the fix. Sizcə bu görüntülər normaldır? Çünki bu insandan soruşsaq ki, niyə durduq yerdə yanındakı insanın sepini düzəltməyə çalışdın? Deyəcək ki, mən istədim ki, o yaxşı görünsün, onun yaxşılığı üçün elədim, tək düşündüyüm o idi. Və insanlar bu cür cümlələrlə manipulyasiya olunurlar. Cəhənnəmə gedən yol yaxşı niyyət daşları ilə döşənib. Boşuna demirlər, başqalarının yanında olunan tənqid təhqirdir. Bu videodakı görüntünün məqsədinin və niyyətinin nə olmasından asılı olmayaraq xoş bir görüntü olmadığını əminliklə yəqin ki, hər birimiz deyə bilərik. Burada qarşı tərəfi alçaltma və müsahibə verərkən bir anda səhnəni və əsas diqqət mərkəzini onun əlindən almaq cəhdi var. Təbii ki, bu insanları şəxsən tanımadığımız üçün onların psixoloji durumu ilə bağlı hər hansı bir məlumat verə bilmərik. Amma ümumilikdə bu cür davranışlar hər kəsin içərisində yanındakı insanın bir görüntüsündə nəyisə düzəltmək, yaxud da xarakterində nəyisə düzəltmək, yaxud da onda nəyisə tənqidi, bir nüans tutmaq və hələ bunu onun özəl anında eləmək heç bir şəkildə yaxşı niyyətin göstəricisi ola bilməz. Manipulyasiya üçün kimsə deyə bilər ki, mən bunu yaxşı niyyətlə elədim, amma əsla bu yaxşı niyyət deyildir. Ki, hətta yaxşı niyyətlə olsa belə, bütün yaxşı niyyətlə edilən şeylərin nəticəsi yaxşı olmur. Niyyətdən daha önəmli olan bir şey varsa, o da işin nəticəsidir.